Bismillah ve salatu ve selamu ala Resulillah. Amma ba'd. Şimdi arkadaşlar, zulüm hakkında biz danışmıştık. En büyük zulüm elbette ki insanın Allah'a şərik koşmasıdır. Ve zulmün növləri var. Ve onlar insanın özünə zulm etməsi, insanın başkasına zulm etməsi, ailəsinə zulm etməsi. Yəni bu növləri var ve çoxdur həm də insan ümumiyyətlə zulm etməkdən çəkinməlidir. Xüsusən də zayıfə zülm etməkdir. Eğer sənin qarşındakı zayıfdırsa və sənə gücü çatmırsa, sən bundan istifadə edərək onun haqqına girə bilməzsən, onun haqqını tapdalaya bilməzsən, onu əzə bilməzsən. Və ona görə də sələflərimiz deyir ki, eğer sən güclüsənsə, qüdrətin çatırsa, gücün çatırsa kiməsə, sən ona zülm eləmək iqtidarındasansa və xatırla ki, Allah Taala'nın qüdrəti hər şeyə çatır. Qüdrətli Allahı, güclü Allahı, hər şeyə gücü çatan, yetən Allahı fikirlər. Sən onun əmrindən heç yerə qaça bilməzsən və onun sənə göndərəcəyi şiddətli cəzadan heç vaxt qurtula bilməzsən. Həmişə onu xatırla. Ona görə də həmişə bu məsələ olanda və xatırla və çalış təvazökar olasan, çalış sadə olasan, çalış xeyirli olasan, insanlara zülm etmək yox, yəni onlara fayda verəsən, onlara xeyir verəsən, xeyir qapısı açasan. Və onlar çoxdur xeyir qapıları. Və onlar həm mənəvi olur, həm maddi olur, həm dillə olur və s. də, yəni başqa növləri var. Və ona görə yəni, bunları öyrənməlisən, çalışmalısan ki, insanlara xeyir verəsən, fayda verəsən və həmişə zülm etməkdən çəkin. Və hətta, nə deyir, yenə də sələflərimiz, Allah Taala məzlum kafirin də duasını qəbul edir. Nəyə görə? Münafiqin də, kafirin də, müsəlmanın da, qeyri-müsəlmanın da. Nəyə görə? Çünki Allah Taala ədalətlidir. Yəni, hələ bir şey yoxdur. Bəzən olur ki, görürsən ki, müsəlman gedir kafir ölkəsinə, qeyri-müsəlman ölkəsinə, gedir orada məsələn, nəsə oğruyur. Deyir, bunlardan oğramaq halaldır. Və yaxud da başqa şeylər eləyir. Bunlar düzgün deyil. Əgər onlar səni etibar edib öz ölkələrinə buraxıblarsa, sən o etibarı itirməməlisən və əxlaqını da qoruyub saxlamalısan. Yəni, bu sənə halal deyil. Və hətta Allah Subhanahu Taala əgər deyir, müsəlmanlarla kafirlər üz-üzə gələrlərsə, yəni döyüşərlərsə, əgərləri müsəlmanlar kafirlərin günahı eynidirsə, eyni dərəcədə günahkardırlarsa, Allah Taala qalibiyyəti onlara verər. O deməkdir ki, sən müsəlmansansa, sənə hər şey caizdir və sən qalibiyyət sənindir. Yəni, əgər sən günahkar müsəlmansansa, yəni doğru yolda deyilsənsə, zalimsənsə, həm böyük zülmdə şirkdir dedik, eləyirsənsə, yəni heç bir şeydə sənə güzəş yoxdur. Sən elə bilmə ki, sən yəni ali bir nəsilsən, ali bir nümayəndəsən. Xeyr, elə bir şey yoxdur. Yəni sizin xeyriniz Allah qarşısında sizin ən təqvalınızdır deyir Allah. Təqvalı da kimdir? Allah Taala'nın əmrlərini yerinə yetirən, qadağalarından çəkinən insan. Allah Taala'nın əmr etdiklərini yerinə yetirən, yəni Allah Taala'nın göndərdiyi dəlillərlə, sübutlarla, öz başına nətər gəldi yox və Allahdan cənnəti umaraq və Allah Taala'nın qadağan etdiklərindən çəkinmək, Allah Taala'nın göndərdiyi dəlillərlə, sübutlarla və Allah Taala'nın qəzəbindən qorxaraq, cəhənnəmindən qorxaraq. Təqva budur. Yəni sizin də ən xeyriniz təqvalınızdır. Yəni təqvalı da odur ki, təqvalı insan heç vaxt zülm eləməz. Təqvalı insan əxlaqda zidd olmaz. Təqvalı insan başqasının haqqına girməz. Təqvalı insan dində oynamaz və s. və s. Ona görə də inşallah biz də çalışmalıyıq ki, bəzən olur ki, hələ bilir ki, biri yəni zülm eləmək ancaq kimisi hansısa bir güclüyə aiddir. Yox, insan öz nəfsinə, öz bədəninə belə zülm edir. Yəni, öz bədəninə belə zülm edir. Əgər sən məsələn o bədənin qaydına qalmırsansa, sən ona artıq zülm eləmiş olursan, ona zülm etmiş, əziyyət vermiş olursan, olmaz. Hətta ibadətlərdə belə. Nə gəlib o din etməlisən. Bəzən olur ibadətlərdə biri görürsən, çıxıb oturur günün altında ki, əziyyət çəksin, savab qazansın. Və yaxud da məsələn, normal şəhərin yerdə ibadət eləmək lazımdır, çıxıb gün altında edir ki, orada savab qazansın. Yox, elə şey yoxdur. Yəni, onlar hamısı olduğu kimi olmalıdır, gözəl şəkildə. Allah Taala bizi zülm etməkdən və zülm olmaqdan qorusun. Və Rasulullah sallallahu əleyhi və səlləm həmişə nədir? Allaha sığınardı, nə deyir? Zülm etməkdən və zülm olmaqdan. Həm zülm etməkdən və zülm olmaqdan da Allaha sığınardı. Yəni, heç kəsə zülm, dua et ki, heç kəsə zülm eləmə. Ola bilər ki, kiməsə nəsə deyərsən, kimisə haqqına gedərsən, ona zülm eləmiş olarsan. Yəni, adi bir sözlə zülm eləmiş olarsan. Ona çox ehtiyatlı olmaq lazımdır məsələlərdə, diqqətli olmaq lazımdır. Allah bizi islah etsin, Allah bizi qəlblərimizi birləşdirsin.
Allah müsəlmanlara kömək olsun, Allah ölkəmizi xeyir içərisində etsin, əmin-aman içərisində etsin. Allah əsgərlərimizi qoruyanları qorusun, sərhədimizi qoruyanları qorusun, əmin-amanlığımızı qoruyanları qorusun. Allah ölkə başçımızı qorusun, biz üçün xeyirli etsin. Allah bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma və bihamdik, nəşhədən la ilahə illə əntə, nəstəğfiruka və